Hamı salamlar dostlar, hamınıza salamlar. Necəsiniz, nə var, nə yox. Bugün sizinlə birlikdə belə futbolçu sıralaması part 4-ü çəkirəm. Görək necə oyuncular gələcək. Getdik yal. Dünən atdığım videonu da izləməyənlər, dünən yox, dünən yapmışdım. Onu da izləməyənlər zəhmət olmasa izləyib like qoymağı unutmayın. Bu videoda like qoymağı unutmayın dostlar. Getdik. İlk oyuncumuz Muhammed Salah gəldi. Muhammed Salah yaxşı oyuncudur. 4. Mən Muhammed Salahı 4-ə qoyuram. Foden. Phil Foden. Phil Foden burada 7-yə gedər. Burada bilirsiniz ki, çox əfsanəvi oyuncular gəlir, onlara yer qalmır. Üst təbəqələrdə onlara yer qalmır, yəni üst pillələrdə. Onu 7-yə qoyuram. Harry Kane. Harry Kane açığı Foden'lə mən yaxşı görürəm Harry Kane. Onu 6-ya qoyuram. Nə yazıq oynayır, bu kupası yoxdur. Jude Bellingham. Bellingham 5. Tam 5 idi. Yaxşı gəlir. Rodri 8. Vinicius Junior 2. Erling Haaland. Ayda 3. Gələk Erling Haaland 2-yə, Vinicius Junior 3-ə, Mbappe 1. Mbappe tam birliydi burada. Lautaro Martinez 9. Wilson. Yaxşı oldu. Martinez Rodri'dən üstdə. Yenə biraz səhvlik oldu. Yəqin ki, özünüzə bilirsiniz. Mən belə özüm sıralasam, özüm qoysam, bilsəm, əgər bundan sonra hansı oyuncular gəlsə, yəni belə sıralamazdım təbii ki də. Yəni sıralama belə olduysa olsun, necə sıraladınız. Yorumlarda bölüşməyi unutmayın. Sağ olun.